Şahmatda ən çətin mərhələ məğlubiyyəti qəbul etməkdir. Mənə elə gəlir, bu həyatda da belədir. Şahmat bizə artıq məğlubiyyəti qəbul etməyi öyrədərkən bir növ həyata da hazırlayır. Mən düşünürəm ki, ilk öncə burda məsuliyyət valideyn və məşqçilərin öhdəsinə düşür. Çünki uşaqlar anlamırlar ki, onlarda bu düşüncə formalaşmamış olur ki, məğlubiyyət əslində müəllimdir. Biz ondan dərs çıxarsaq, daha irəli gedə bilərik. Mənim müşahidələrimə əsasən uşaqlar şahmatda uduzanda ilk öncə özünə qapanırlar, oyundan imtina edirlər və artıq şahmatda oynamaq istəmədiklərini deyirlər. Yəni bu halda valideyn ona bu fikri öyrətməlidir. Əgər sən məğlubiyyətdən dərs çıxartsan, sən daha qabağa gedə bilərsən. Hər kəs heç bir vaxt qalib ola bilməz. Ən yaxşı şahmatçılar belə dəfələrlə uduzur və səhv irəli getməyin bir başlanğıcıdır. Bu fikirlər mənə elə gəlir ki, uşaqlar üçün çox faydalı ola bilər.